Xoş gördük. Əgər Linux terminalı sizə qaranlıq, qorxulu və ya həddindən artıq mürəkkəb gəlirsə, narahat olmayın. Tamamilə doğru yerdəsiz. Bugün yeni başlayanlar üçün hazırladığımız bu izahlı məzmunumuzda Linuxda proqram qurmağın ən ağıllı və əslində ən asan yolunu kəşf edəcəyik. Bəli, düz eşitdiniz, asan yolunu. Məqsədimiz terminal vasitəsilə proqram quraşdırmanın arxasındakı o sir pərdəsini qaldırmaq və bütün bu prosesi sizin üçün sadəcə bir uşaq oyuncağına çevirməkdir. Gəlin, dərhal başlayaq. Fikirləşin görək, Windowsda yeni bir proqram qurmaq istəyəndə adətən nə edirik? İnternetdə axtarış veririk, hansısa tam tanımadığımız bir saytdan setup.exe faylını endiririk, sonra isə dayanmadan next, finish düymələrinə sıxırıq. Hamımız oradan keçmişik, elə deyilmi? Bu, nəinki bezdirigidir, həm də əslində olduqca təhlükəlidir. Çünki o saytın doğrudan da orijinal olub-olmadığını, ya da o faylın içinə zərərli kodların gizlədilib-gizlədilmədiyini heç birimiz dəqiq bilmirik. Linux isə bizi bu xaosdan və potensial təhlükədən tamamilə xilas edir. Özü də çox zərif bir şəkildə. Gəlin qısaca nələrdən danışacağımıza baxaq. Birinci, Windows və Linux arasındakı keçidi və fərqləri incələyəcəyik. İkinci olaraq, paket və repozitoriya kimi əsas anlayışları aydınlaşdıracağıq. Üçüncüsü, ən vacib apt əmrləri ilə praktikaya keçəcəyik və nəhayət, təhlükəsizlik məsələlərinə toxunacağıq. Beləliklə, birinci hissə Windows'dan Linux'a keçid. Bayaq qeyd etdiyim kimi, Windows'da hər şey əllə həyata keçirilir. Proqramı yeniləmək lazımdır, yenidən o sayta girməlisiniz. Bəs o məşhur, hər kəsin əsəbləri ilə oynayan, çatışmayan DLL faylı xətası yadınızdadır? Əsl kabusdur. Linux paket meneceri isə sözün əsl mənasında bu problemlərin hamısını tarixin zibil qutusuna atır. O mərkəzləşdirilmiş bir sistemdir. Yəni, kompüterinizə lazım olan proqramları etibarlı, mərkəzi bir ambardan avtomatik tapır, gətirir, quraşdırır və sizə heç bir əziyyət vermədən yeniləyir. Mənbəmizdə bu mövzu ilə bağlı çox gözəl bir bənzətmə var idi. Paket meneceri ağıllı bir kitabxanaçıdır. Bir anlıq təsəvvür edin. Çox böyük bir kitabxanadasınız və kitabxanaçıdan müəyyən bir kitab istəyirsiniz. O sizə sadəcə o kitabı verməklə kifayətlənmir. O, həmin kitabın içində istinad edilən, sizin o mövzunu tam anlamağınız üçün lazım olan bütün digər kitabları da tapıb qoltuğuna vurur və birbaşa masanıza gətirir. Bax, Linuxda proqram quraşdırmaq da məhz belə ecazkar bir prosesdir. Keçirik ikinci hissəyə, əsas anlayışlar. Terminala keçməzdən əvvəl bəzi sözlərin mənasını dəqiq bilməliyik. Birinci anlayışımız paketdir. Yaxşı, bəs paket nədir ümumiyyətlə? Kali Linux kimi sistemlərdə paket sonu .db ilə bitən sadə bir arxiv faylıdır. Amma bu faylın içi əsl xəzinədir. Orada proqramın işləməsi üçün lazım olan bütün fayllar, konfigurasiya sənədləri və ən əsası detallı quraşdırma təlimatları toplanıb. Sadə dildə desək, bu, bayaq danışdığımız o mürəkkəb Windows setup faylının qat-qat daha nizamlı, strukturlu və təmiz formasıdır. İkinci əsas sözümüz isə repozitoriyadır. Bunu sadəcə nəhəng bir onlayn saxlalanc ambarı ya da nəhəng bir rəqəmsal seyf kimi düşünə bilərsiniz. İçərisində 10 minlərlə əvvəlcədən yoxlanılmış, təhlükəsiz paket var. Fərdi kompüteriniz üçün Google Play Store və ya Apple App Store-u necə təsəvvür edirsinizsə, repozitoriya da onun sırf terminal versiyasıdır. Kali Linux'un tamamən özünə aid rəsmi ambarı var, yəni axtardığınız hər şey zaten orada sizi gözləyir. Və gəldik üçüncü, bəlkə də ən mühüm anlayışa, asılılıq. İngiliscə buna dependency deyirlər. Təsəvvür edin ki, proqramlar heç vaxt tək başına işləməyi sevmirlər. Məsələn, deyək ki, siz çox sadə bir PDF oxuyucu proqramı quraşdırmaq istəyirsiniz. O, PDF fayllarını həqiqətən oxuya bilmək üçün arxa planda Poplar adlı başqa bir görünməz kitabxanaya ehtiyac duyur. Hətta iş ondadır ki, o kitabxananın özü də işləmək üçün başqa birinə möhtac ola bilər. Paket meneceri isə bütün bu mürəkkəb zənciri bizim əvəzimizə avtomatik izləyir. Baxın, bu rəqəm sistemin necə möhtəşəm işlədiyini tam olaraq nümayiş etdirir. Siz terminalda cəmi bir dənə qısa əmr yazırsınız, lakin paket meneceri arxa planda çox sakitcə 10, bəzən 20 fərqli asılılığı və kitabxananı tapır, yüklüyür və quraşdırır. Sizin isə yeganə etdiyiniz kreslonuza söykənib işin öz-özünə həll olunmasından həzz almaqdır. Etiraf edək ki, bu həqiqətən də valih edicidir. Gəlin üçüncü hissəyə, yəni nəzəriyyədən real praktikaya keçək. Ən vacib apt əmrləri.
Birazdan danışacağımız APT, yəni Advanced Package Tool aləti, müasir Linux sistemlərində tam standartı və inanın ki, istifadəsi ən asan vasitədir. Amma əmrlərə keçməzdən əvvəl çox kiçik, lakin əhəmiyyətli bir qaydanı yadda saxlamalıyıq. Kali Linux adətən təhlükəsizlik testləri üçün istifadə olunduğundan, sistemə müdaxilə edərkən sizdən yüksək icazələr, yəni inzibati hüquqlar tələb edir. Əgər siz sistemə adi bir istifadəçi kimi daxil olmusunuzsa, hər hansı bir paket quraşdırarkən əmrinizin ən əvvəlinə sudo sözünü əlavə etməlisiniz. Sudo nədir? Super user do, yəni bunu super istifadəçi kimi, admin kimi icra et deməkdir. Bu vərdişi ilk gündən formalaşdırmaq sizi inanın ki, onlarla xətadan xilas edəcək. Gəlin görək sistemimizi güncəl saxlamaq və yeni proqramlar qurmaq üçün gündəlik olaraq nələr etməliyik. Birinci addım, sudo apt update. Diqqət, bir çox adam elə bilir ki, bu əmr proqramları yeniləyir. Xeyr, yeniləmir. O, sadəcə mərkəzi ambara gedir və oradakı ən son proqram siyahısını, inventarı sizin kompüterinizə gətirir. İkinci addım isə sudo apt upgrade əmridir. Bax, əsl işi görən budur. Bu əmr sizin kompüterinizdəki mövcud proqramları yoxlayır və onları o yeni siyahıdakı ən son versiyalara yüksəldir. Və nəhayət, üçüncü addım sudo apt install və ardınca istədiyiniz proqramın adı. Məsələn, sudo apt install nmap. Amma unutmayın, hər şeydən əvvəl həmişə update əmrini işlətməlisiniz ki, sistem o yeni versiyaların yerini dəqiq bilsin. Yaxşı, bəs qurulan proqramdan qurtulmaq istəsək, necə olacaq? Burada çox incə, lakin sisteminiz üçün həlledici bir fərq var. Əgər siz sadəcə apt remove əmrindən istifadə etsəniz, proqram özü silinəcək, lakin onun fərdi tənzimləmələri və konfigurasiya faylları sistemdə yer tutmağa davam edəcək. Yəni, gələcəkdə fikrinizi dəyişib yenidən yükləsəniz, heç nə olmamış kimi qaldığınız yerdən davam edəcəksiniz. Amma yox, əgər o proqramı və onun ETS qovluğundakı bütün parametrlərini tamamilə kökündən yox etmək istəyirsinizsə, o zaman mütləq apt purge əmrini işlətməlisiniz. Alətlər qutumuzda başqa hansı qızıl əmrlər var? Məsələn, auto remove. Bu əmr sisteminizin ən yaxşı təmizlikçisidir. O, sildiyiniz proqramların arxada buraxdığı, artıq heç bir proqrama lazım olmayan o lazımsız, yetim asılılıqları tapıb yox edir. Sonra search əmri var. Bu əsl xilaskardır. Deyək ki, sizə təcili PDF oxuyucu lazımdır, amma adını bilmirsiniz. Terminalda sadəcə apt search PDF reader yazırsınız və o sizə uyğun nə qədər paket varsa hamısını tapıb gətirir. Show əmri paketin lisenziyası kimi detalları göstərir, list installed isə o anadək kompüterinizə nələri quraşdırdığınızı görmək üçün əla vasitədir. Və gəldik dördüncü, sonuncu hissəmizə. Təhlükəsizlik və mənbə idarə etməsi. Bütün bu super əmrləri öyrəndik, bura qədər hər şey əla. Amma bəs bu minlərlə paketin dəqiq ünvanı kompüterdə harada saxlanılır? Və ən əsası, onların tamamilə təhlükəsiz olduğuna necə əminik? Linux sistemində /etc/apt/sources.list adlı çox xüsusi bir fayl var. Bu fayl paket menecerinin xəritəsidir. O, 4 əsas hissədən ibarətdir. Protokol, server ünvanı, distributiv versiyası və bölmələr. İndi sizə yeni başlayanlar üçün qızıl bir qayda deyim. Sisteminizin çökməsinin və sabitliyinin pozulmasının qarşısını almaq istəyirsinizsə, hələlik yalnız bu rəsmi repozitoriyalarda qalın. İnternetdən tapdığınız hər hansı kənar anbarları bura əlavə etmək sadəcə lazımsız bir riskdir. Bəs dediyimiz o görünməz təhlükəsizlik qalxanımız əslində necə işləyir? GPG açarları və rəqəmsal imzalar bizim ən böyük zirhimizdir. Yəni, hər bir rəsmi anbarın paketlərə vurduğu öz rəqəmsal imzası var. Siz apt vasitəsilə paketləri yükləyəndə, sistem arxa planda avtomatik olaraq bu imzanı yoxlayır. Əgər paket yüklənmə prosesində yolda hər hansı bir haker tərəfindən zərrə qədər dəyişdirilibsə və ya zədələnibsə, imza sadəcə olaraq uyğun gəlməyəcək. Nəticədə nə olur? Apt o paketi quraşdırmaqdan qəti şəkildə imtina edir. Bax beləcə, sizin heç ruhunuz da incimədən sisteminiz tam təhlükəsiz qalır. Mövzunu yekunlaşdırarkən mənbəmizdə olan çox maraqlı və bir o qədər də doğru bir ifadəni xatırlamaq istəyirəm.
Linuxda proqram qurmaq Windowsdakı kimya dərsindən daha asandır. Bəli, o simvollu qara terminal ekran ilk baxışda yəqin ki, hər kəsi qorxudur. Lakin bugün şahid olduğunuz kimi, sadəcə bir neçə məntiqi əmrin nə işə yaradığını anlamaqla siz bütün prosesi tək başına idarə edə, saatlarla vaxtınıza qənaət edə və ən əsası, bayaq danışdığımız o lazımsız xətalarla boğuşmaqdan bir dəfəlik xilas ola bilərsiniz. Məzmunumuzun sonuna gəldik, amma ayrılmazdan əvvəl sizi qızışdırıcı və düşündürücü bir sualla baş-başa buraxmaq istəyirəm. Bir anlıq özünüz düşünün. Əgər apt kimi bu cür möhtəşəm, avtomatik asıllıq idarə etməsi olmasaydı, biz nə edərdik? O kiçik arxa plan kitabxanalarının hər birini tək-tək əllə internetdə axtarmaq və üstəlik hələ onların bir-birinə uyğun gələn versiyalarını tapmaq məcburiyyətində qalsaydıq, hər halda vəziyyət çox qəliz olardı, elə deyilmi? Bunun üzərində mütləq düşünün. Bu sadəcə bir sual deyil, bu alətin bizim üçün necə böyük bir iş gördüyünü dərk etməyin ən yaxşı yoludur. Ümid edirəm ki, yeni başlayanlar üçün hazırladığımız bu izahlı məzmun faydalı oldu. Gələn dəfə fayl icazələri və daha maraqlı skriptlər dünyasına daxil olacağıq. Öyrənməyə davam edin, gələn görüşlərədək.